Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump Tehranda hakimiyyət dəyişikliyinin zəruri olduğunu bildirib. Ağ Ev rəhbəri Politico nəşrinə müsahibəsində İrandakı mövcud siyasi kursun iflasa uğradığını qeyd edib. İranda yeni rəhbərlik axtarmağın vaxtıdır deyə Trump mövcud vəziyyəti şərh edib. Qeyd edək ki, İranda ixtişaşlar 2025-ci ilin dekabr ayının sonlarından etibarən milli valyutanın kəskin dəyər itirməsi və iqtisadi vəziyyətin pisləşməsi səbəbindən başlayıb. İranın ali dini lideri Ayətullah Əli Xameneyi ölkədə davam edən kütləvi etiraz aksiyaları zamanı minlərlə insanın həyatını itirdiyini təsdiqləyib. Bu barədə dini lider özünün X hesabında etdiyi paylaşımda bildirib. Xameneyi baş verən qanlı hadisələrə görə birbaşa xarici qüvvələri ittiham edərək etirazlar zamanı bir neçə min insanın qətlə yetirildiyini qeyd edib. O qətillərin və ixtişaşların ABŞ və İsrail tərəfindən planlaşdırıldığını və həyata keçirildiyini iddia edib. Ali lider həmçinin aksiyalar zamanı dövlət və din obyektlərinə dəymiş ziyanın miqyasını da açıqlayıb. Onun sözlərinə görə, vandallıq aktları nəticəsində ölkə ərazisində 250 məscid, habelə 250-dən çox təhsil və elm mərkəzi ciddi dağıntılara məruz qalıb. O sözügedən hərəkətləri İslam dəyərlərinə və dövlətçiliyə qarşı xəyanət adlandıraraq, təhlükəsizlik qüvvələrini asayişi bərpa etmək üçün daha diqqətli olmağa çağırıb. Xatırladaq ki, İranda dekabrın sonundan başlayan etiraz dalğası iqtisadi çətinliklər və milli valyutanın dəyərdən düşməsi fonunda alovlansa da, qısa müddətdə siyasi xarakter alıb. Beynəlxalq insan haqları təşkilatları isə itkilərin sayının artmasından narahatlıq ifadə edərək rəsmi Tehran nümayişçilərə qarşı güc tətbiqini dayandırmağa çağırıblar.